Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaks TV-nin efirində siyasi reaksiyanın canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram və öncədən xahiş edirəm ki, bizi izləyənlər mütləq yayımı bəyənib paylaşsınlar. Eyni zamanda canlı chat bölümündə, rəylərdə də öz fikirlərini yazsınlar. Çünki bu yayımı bəyənib paylaşmaq bizim üçün çox əhəmiyyətlidir. Biz bundan YouTube üzərindən reklamlardan gəlir əldə edirik və onunla da kanalın idarə etməsində böyük rol oynayır və sizdən isə heç bir vəsait çıxılmır. Bu bəyənmə isə tamamilə anonimdir. Yəni bunu heç biz də bilmirik, heç YouTube da bilmir. Yayımı bəyənən kimdir, bəyənməyən kimdir. Ona görə də hamınızdan mütləq şəkildə əməyimizə dəyər verib bəyənməyinizi xahiş edirəm. Əziz dostlar, dəyərli izləyicilər, bugün mövzumuz gündəm həddindən artıq doludur. Biz bu gündəmi müzakirə edəcəyik. Turan Hərəkatının başqanı Cahandar Bayoğlu ilə. Axşamınız xeyir, xoş gəlmişsiniz. Axşamınız xeyir Zuhal bəy. Hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Deməli, Cahandar bəy, öncə onu deyim ki, biraz az əvvəl bu xəbər yayıldı. İran prezidenti Məsud Pezeşkiyan hökumətin iclasında Azərbaycanla bağlı fikirlərini bildirib. Məsud Pezeşkiyan deyib ki, Azərbaycan və İran bir bədənin hissələridir. Siz çox yaxında əlaqələrin sürətli inkişafının şahidi olacaqsınız. Bu Pezeşkiyanın Bakıya gəlmədən bir mesajı idi. Amma bugün səhər saatlarında isə İsrail mətbuatı Netanyahunun da bu günlərdə Bakıya səfər edəcəyini yazır. Baxmayaraq ki, bununla bağlı İsrail səfirliyi açıqlama verdi ki, bizdə bu haqda məlumat yoxdur, amma İsrail mətbuatı faktiki olaraq bunu yazır ki, Netanyahu Bakıya gedir. Nə baş verir? Buradan Pezeşkiyan gəlir, oradan Netanyahu Bakıya gəlmək istəyir. Buyurun, fikirlərinizi alaq. Zuhal bəy, əslində bu açıqlamalar, yanaşmalar gözləniləndir. Özəlliklə Azərbaycanın dünya siyasətinin yerinin və mövqeyinin nə qədər əhəmiyyətli olmasını artıq biz hiss etməyə başlayırıq. Bunu zaman-zaman deyirdik. Təbii ki, dediyimiz fikirlər ideoloji, siyasi hədəflər baxımından dəyərləndirilir. Praktik onun məhsullarını, sahədə olan addımlarını xalq görmürdü. Amma bugün artıq biz baş verəcək dəyişənliklərin praktik görüntülərini və əlamətlərini hiss eləyirik. Onlardan da biri təbii ki, İran fars faşizminin siyasi gedişlərində kifayət qədər dəyişənliklərin baş verməsini biz hiss edirik ilkincə. Digər tərəfdən də dünənə qədər İsrailin Azərbaycana qarşı siyasəti mahiyyəti indi açılır. Azərbaycana dost olan İsrailin təbii ki, hansı daha gizli maraqları var idi. Onlar da artıq üzə çıxır və eyni zamanda Azərbaycan da öz mövqeyinin nə qədər əhəmiyyətli olmasının fərqində olur. Bu baxımdan biz həm qarşı tərəflərin, çatışan tərəflərin bizə olan münasibətini və eyni zamanda Azərbaycan özünün onlara olan münasibətini doğru və düzgün dəyərləndirməyə bacarmalıyıq. Hansısa yanlışlıq Azərbaycana zərər verə bilər. Hansısa yanlışlıq bölgədə baş verən dəyişənliklərdə ciddi qarşıdurmalar yarada bilər və bəzən də fəlakət törədə bilər. Biz bunun fərqində olmalıyıq. Çünki bölgə dünya siyasətinin durulmasına bizi aparır. Artıq dünya gücləri bölgədə elə bir siyasətin içərisindədirlər ki, bu siyasətin içərisində gələcək dünyanın dizayn olmasının taleyi həll olunur. Bir baxımdan da mən hesab edirəm ki, bugün Pezeşkiyan liderliyində İran adlanan Azərbaycanda baş verən siyasi dəyişikliklər, mahiyyət və sadəcə bəziləri hesab edir ki, bu fars faşizmin bir fırıllağı ola bilər. Amma heç kim bunu bir fırıllaq kimi dəyərləndirməsin. Fars faşizmin özü də görür ki, onun nicatı Azərbaycandan asılıdır. Və eyni zamanda İsrail də hesab edir ki, bu Azərbaycana nə qədər sarılsa, yaxın olsa bölgədə mövqeyini gücləndirə bilər. Bu çatışmalar qarşılığında Azərbaycan da elə bir mövqe sərgiləməlidir ki, buradan
hansısa maraqlı qüvvələr yararlana bilməsin. Biz özümüz yararlanmalıyıq. Kimə də nə pay düşür, onu verə bilərik. Yəni artıq kimsə bizim üzərimizdən bizi kullanıb nəsə əldə etməyə çalışmadan biz elə bir siyasət qura bilərik ki, ilərdə hansısa dövlətlərin, ayrı-ayrı güclərin maraqlarını biz nəzər ala bilərik. Ortaya bir fikir çıxır və bütün bu hədəflərin içərisində bilirsiniz ki, Zahir bəy, bizim marağımız İran adlanan Azərbaycanda tək bir qonşu dövlət yanaşması bizdə yoxdur. Nə də İran adlanan Azərbaycan Cumhuriyyətinə bir qonşu yanaşması yoxdur. Həm Azərbaycanı özünə təhlükə indiyə kimi görən bir İran-Fars faşizmi, indən belə həm də Azərbaycan Cumhuriyyətini həm də özünün xilaskarı kimi görməyə başlayır. Dünənə kimi biz təhlükə idik, bu gün artıq onların xilasına çevrilir. Bəli, İranın yəni. Bəli. İran adlanan Azərbaycanın bu coğrafiyanın, siyasi coğrafiyanın mövcudluğu, gələcək mövcudluğu, varlığı təbii ki, Azərbaycana baxışından keçir. Candır bəy, biz indi İrandakı rejimdən məlumatlıyıq da, yəni bu rejim nə dərəcədə bir faşist rejimdir, nə dərəcədə özünün şovinist addımları var. Biz necə inana bilərik İrana ki, İran gerçəkdən də dəyişdi və dərk elədi ki, onun çıxışı, onun xilası Azərbaycandan asılıdır. Zahir bizim inanmağımıza ehtiyac yoxdur ki, onun. Heç biz haqda düşünməməliyik. İran Fars faşizmi özü düşünməlidir ki, və düşünür də. Bu hansı addımları atmalıdır ki, o yaşasın, varlığını qorusun. Qoruya biləcəkmi? Ən azı deyək ki, böyük itkilər və faciələrlə üzləşməsin, belə deyək. Bu baxımdan o öz seçimini onlar edir. Biz artıq elə bir mövqedəyik, elə bir zirvədəyik ki, o zirvəyə onlar özlərinin xilası kimi baxırlar. Bəli. Söhbət tək Azərbaycan Cumhuriyyətindən getmir, Zahir bəy. Azərbaycan Cumhuriyyəti İranda niyə güclüdür? İran adlanan Azərbaycan olmasına, türk olmasına görə güclüdür, düzdürmü? İran adlanan Azərbaycanda nüfuzun %70'inin üstündə türk olmasaydı, İran Azərbaycana bu qədər diqqət göstərərdimi? Deməli, bizim gücümüz İranda. İranda yaşayan türklərin sayəsindədir gücümüz. Bəli. Bizim də gücümüz Azərbaycan Cumhuriyyətinə məhdudlaşmır. Sadəcə İran adlanan Azərbaycanda olan gücümüz, Azərbaycan Cumhuriyyətində olan gücünü birləşdirəndə daha güclü olur. Biz də İran adlanan Azərbaycanda olan gücümüzü dəqiq və doğru hesablayıb, onunla uzlaşan bir siyasət yürütdüyümüzdə daha güclü oluruq. Biz bu baxımdan özümüzün mövqeyinə diqqət etməliyik. Öz qədrimizi bilməliyik, deməliyik. Biz kim olduğumuzu doğru və düzgün çizməliyik. Elə rəsm çizməliyik ki, orada Azərbaycan doğru və düzgün görünsün. Elə rəsm çizilməlidir ki, Azərbaycan orada hansısa əyərəsi olmaz. Nə gözləyirik? Pezeşkiyan deyir ki, yaxın günlərdə çox sürətli əlaqələrin sürətli inkişafının şahidi olacaqsınız. Hansı əlaqələrdən söhbət edir? Mən hesab edirəm ki, artıq İran adlanan Azərbaycanda türk amili daha da güclənəcək. Azərbaycana Cumhuriyyətinlə, Türkiyə ilə sıxı işbirliyinə gedəcəklər. Bu, dediyim kimi, daha çox İranın özünün varlığını qoruma fəlsəfəsindən qaynaqlanır. Bu, həm də bizim maraqlarımıza uyğun gəlir artıq. Bizim bütün maraqlarımız olmasa da böyük mənada təmin olunmuş kimi görünür. Digər tərəfdən də bu yanaşma həm də Türkiyənin dövlət və milli maraqlarına uyğun gəlir. Bölgənin hüzuru üçün maraqlı görünür. Bir var bölgə xaos, müharibələr bölgəsi olacaq bəy. Bir də var bölgədə dəyişkənliklər xüsusi bir dövlət siyasəti ilə gerçəkləşir və itkilərimiz az olur və bu itkilərimiz az olduqca biz daha çox güc qazanırıq. Düzdür, zaman məsələsi burada bir neçə il, ən azı 1-2-3 il uzana bilər. Amma nəticə biz istəyən nəticəyə doğru gedir. Mən Pezeşkiyan liderliyində
Bugün İran adlanan Azərbaycanda dərin bir türk dövlət ağlının hərəkət gəldiyini görürəm. Bugün İran adlanan Azərbaycanda türk dərin dövlətindən, ağlından, fars-faşist ağlının arasında ciddi bir çatışma var. Pezişkan qədimlə minillikdən gələn bir ənənəyə söykələn türk üsuluna dayanan bir siyasətin içərisində yer alır və İran adlanan Azərbaycanda da dövlətin içərisində bu məfkürənə daşıyan güclər hərəkətə gəlib artıq təşkilatlanırlar. Dünənə qədər ayrı-ayrı mövqelərini qoruyurdularsa, bugün hərəkət içərisindədirlər. Dünənə kimi onlar savunmadaydısa, indi taarruzdadırlar, hücumdadılar. Biz bu cürə dəyərləndirməliyik və bu baxımdan da görürsünüz ki, Pezişyan artıq 2024-ün iyun ayında seçildi, eləmi məncə? İkinci tur oldu da. İndi az qala 10 ay vaxt keçib seçilməklə. Bu zaman kəsiyində görürsünüz, ayrı-ayrı dövrlərdə Pezişyan nə qədər zəif dövr var idi, bəzən danışa bilmirdi. Bəli. Artıq Pezişyan Azərbaycana gəlir, gör nə qədər dəyişənlik var. Zaman var idi ki, Azərbaycana təbrik məktubu göndərəndə ürəyi istəyirdi, amma gerçəkləşdirməyə qorxurdu. Amma indi artıq Pezişyan İran adlanan Azərbaycanın əyalətlərini gəzir, ciddi sürətdə türkcə mesajlar verir, millətlə açıq-açığına söhbətlər eləyir, gələcək İranla bağlı fikirlərini səsləndirir. Dünənə qədər qorxan və ürkən bir Pezişyan var idi. Artıq bugün meydanda lider Pezişyanı biz görməyə başlayırıq. Deməli, dünənə qədər meydana gələn və maraqları, kimlərinsə maraqlarının təminatçısı olan bir Pezişyan, bugün meydanda artıq bir türk olmağıyla qürur doyaraq lider Pezişyana çevrilir. Bəli. Və bu, siz özünüz də görürsünüz, Pezişyan artıq nəinki bölgə dövlətləri arasında, eyni zamanda dünya dövlətlərinin arasında da nüfuz artmaqdadır. Artıq dünənə qədər daha çox Xamneyinin kölgəsində qalan bir Pezişyan var idisə, artıq kölgədən çıxan bir Pezişyanı biz görürük. Bu baxımla təbii ki, bu yanaşmalar İranı dəyişir. İranda baş verən dəyişənliklər həm də elə sürətlə gedir, o sürət həm də biz görə bilmirik. Həm də elə dəyişir ki, biz elə bilirik ki, heç nə dəyişmir. İndi Candır bəy, burada bir məqam var, istəyirəm bunu da sizinlə müzakirə eləyək. Əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənin, xahiş edirəm. Bəzən izləyirsiniz, amma bəyənmirsiniz. Mən əvvəldə qeyd elədim ki, bu nə qədər önəmlidir. Ona görə hamınızdan bəyənməyinizi xahiş edirəm. Pezişyan 110 nəfər iş adamı, 4 vali və deputatlarla bura gələcək. Biz elə həmən-həmən indi yığışdırmışdıq bu İran agentura şəbəkəsini burada. Sizcə yenidən biz onlara burada qapı açmırıqmı ki, yəni yenidən gəlin yerləşin bura? İndi bugün Pezişyandır, sabah olmadı, yenə də rejim həmin rejimdir də. Zahir bəy, biz bu təbii ki, olaylara dünənin gözündən baxanda siz deyəndir. Artıq dünəndən bugünə çox şey dəyişib. Süleyman Dəmirəl deyirdi, dündür, bugün. Çox şey dəyişib. Biz bugün gözündən baxanda sabaha nə olacağını deməliyik. Ki, bax, bugün nə baş verdi ki, sabah nə ola bilər? Bəli. O yanaşmadan siz deyən təhlükələr yoxdur. Yoxdur. Düşünün ki, Pezişyan Bakıya 110 dediniz iş adamı, 4 vali və 4 vali deyəndə 4 vali bilirsiniz kimdir? Hamısı Azərbaycan türkləridir. Bəli. Orada gəlir Ərdəbilin valisi, Təbriz. Zəncanın, Təbrizin, bir də Urmunun. Bəli. 4'ü də Azərbaycan türküdür. Və eyni zamanda mən təbii ki, gələcək mövzularda da, söhbətlərdə çox istəyirəm Pezişyan artıq Azərbaycan coğrafiyası adında olan bir siyasi xəritə ilə gəlməsin. Qaşqay türklərinin nümayəndələrini də gətirsin, Xorasan nümayəndələrini gətirsin, Qazaq, Qırğız, o bölgədə bütün türk boylarının, soylarının nümayəndələri yaşayır. Türkmən səhranın nümayəndələrini gətirsin. Üzr istəyirəm, ardınca İlham Əliyevin İrana səfəri ola bilərmi? Biz çox şeylər hələ gələcəkdə şaşırdıcı yəni İran bizim üçün, belə deyək də, Candar bəy,
Türkiyə kimi bir türk dövlətinə çevrilirmi, yoxsa yox? İran, mən Türkiyə ilə heç bir dövlət müqayisə eləmərəm. Çünki Türkiyə türklük mücadiləsində, türk varlığının qorunmasında hansısa bir Türk Cumhuriyyətinə müqayisə olunacaq deyil. Bu baxımdan biz belə deyə bilərik. İran yaxın gələcəkdə Qazaxıstandan daha çox türk dövləti olacaq. Hə, yəni belə proqnoz. Belə deyə bilərik. Aydındır. Bizim mövzularımız çoxdur. Bu mövzunu burada yekunlaşdırırıq. Mövzu çox ciddidir Zahir bəy. Pezeşkan Bakı səfəri sıradan bir səfər deyil. Özdən Netanyahu dediniz. Ondan sonra açıqlama verib, doğrumu? Açıqlama verməyib, İsrail mətbuatı yazır ki... Mətbuatı yayıbsa, deməli, burada dövlətin gizli dərin qatlarında olan barmaqların, ağılların əməli var da bu yazılarda. Mən hesab edirəm ki, gəlməsə belə, bu artıq həm də bir mesajdır ki, Azərbaycan Cumhuriyyətinə mesajdır ki, siz İrandan çox yaxınlaşmayın, biz də varıq. Yəni, çox yaxınlaşsanız, bizimlə münasibətləri korlaya bilərsiniz, mesajıdır əslində. Yəni, Netanyahu gələr, daha sərt münasibətlərimiz yarana bilər. Amma Cahandar bəy, İsrailin özünün də İranla bağlı mövqeyi dəyişir deyə bilərik. Məsələn, açıqlama oldu ki, biz bütün hərbi əməliyyatları təxirə salıb dialoqa hazırıq dedi İsrail tərəfi İranla bağlı. İsrail bilirsiniz, yenə dedim ki, Zahir bəy, bu dəqiqə bölgədə Türkiyə və Azərbaycan mövqeyi çox önəmlidir. Bəli. Azərbaycan İranla çatışsa, İsrail fərqli siyasət yürüdəcək. Oradan daha çox yararlanmağa çalışacaq. Azərbaycan Cumhuriyyət olaraq İran adlanan Azərbaycanla çatışmaya deyil, anlaşmaya getsə, artıq İsrailin başqa bir seçimi qalmayacaq. Çatışma seçimi olmayacaq. Çalışacaq ki, oradan yararlanmağa çalışsın. Bəli. Və digər tərəfdən də görürsünüz ki, özəlliklə Suriya üzərindən Türkiyənin mövqeyinin güclənməsi İsrailin özünün də bölgədə olan təsir imkanlarını nə qədər gerçək olduğunu ortaya çıxarır. İsrail nə qədər güclüdür obrazı əslində getdikcə İsrailin hansı obrazlı olduğunun bir formatını ortaya qoyur. Biz artıq İsrailin dünənə qədər yaradılmış mifin nədən ibarət olduğunu artıq sahədə açıq-aydın görürük. Dünənə qədər hər kəs elə bilirdi ki, İsrail dəmir dəbilqə elə qurulub ki, oradan heç güllə atmaq olmaz. Amma məlum oldu ki, oraya füzələr də düşə bilər. Və eyni zamanda insanlar da belə bir təsəvvür yaranmışdı ki, İsrail ordusu elə bir gücə malikdir ki, əskərləri. Bir İsrail əskəri 500 başqa dövlətin, millətin əskərini əzə bilir. Amma məlum oldu ki, 40 minlik Həmasla bir ildən çoxdur, bir il 6 aya yaxın bir zaman keçir, savaşır. İnsan kütləvi qırğınlar törədib, insan öldürüb, amma əskəri gücü heç nəyə nail ola bilməyib. Göydən bombalarla vurduqları, öldürdüləri sivil insanlardır, körpələrdir, qocalardır və savaşmayan insanlardır, məsum insanlardır. Amma savaşan əskərlərlə əslində savaşdan məğlub olub. Belə bir İsrailin ordusu haqqında yaranmış mif də dağılıb. Digər tərəfdən də dünənə qədər hesab edirdilər ki, İsrailin əleyhinə danışanı başına bəla gələr. Amma bugün Netanyahu beynəlxalq məhkəmələrdə həbs olunmasından bağlı qərar çıxır. Və eyni zamanda bugün Avropa dövlətlərinin bir çoxsu İsrailin əleyhinə bəyanatlar verir, qərarlar verirlər. Ki, Meloni kimi İtaliya baş naziri İsrailə sərt mövqe sərgiləyir. Onun kimi digər Avropa dövlətləri. Hətta Amerikanın içində belə artıq İsrail fərqli bir İsraildir. Hətta dünya yahudiləri özləri də nümayiş elətdirdilər ki, biz İsrailin siyasətini hamımız qəbul eləmirik. Çox az bir qism dünya yahudiləri bugünkü İsrailin siyasətinin yanındadır. Amerikada olan Yahudilər bir daha nümayiş elətdirdilər ki, bu mövcud İsrail heç də onların maraqlarının təminatçısı olan bir dövlət deyil. Bu baxımdan İsrail mifi dağıldı. Və eyni zamanda bugün biz artıq İsraillə bağlı sərbəst danışa bilirik. Xatırlayırsınız, mən hər halda 2 il bundan öncə Azərbaycan YouTube kanallarının birində İsraillə bağlı danışanda az qalırlar, məni topa tüfəng qoyurlar. Üstümə gəlirdilər ki, bu İsrailin əleyhinə danışdı. Mən
sanki İsrailin haqqında nəsə demək qəbahətdir. Adam nəsə insanı başına iş gəlir. Ona şəxsi olaraq o adamlar Yox, o mif yaranmışdı Zahar bəy. Mən miflərdən danışıram. Bir də var gerçəkliklər. Təbliğat getmirdi ki, Azərbaycan İsrailin yan bağçasıdır. İran faşizmi özəlliklə Fars faşizm bunu yayırdı. Və eyni zamanda hətta məsələn üçün Şahın oğlu İrana təsir eləmək üçün İsrailə səfərə gəlirdi. Netanyahu şəkil çəkdirdi. Netanyahu xəritə asırdı oğlu. Yahu Netanyahu. Xatırlayırsınız mı? Bəli. Böyük İsrail dünya bir-birinə deyərdi ki, İsrail nə bu buralı bölgəni darmadağın dağıdacaq. Gör nələr baş verəcək. Türkiyəni ələ keçirirdi, Suriyanı ələ keçirirdi, Qafqazlara gəlirdi. Burada bir Xəzəriyyə dövləti qururdular. Doğrudurmu? Bəli. Bunların hamısı nə oldu? Mif oldu mu? Dağıldı mı? Bəli, bizim mövzularımız çoxdur. Mən istəyirəm hər birinə biraz toxunaq. Deməli, İstanbulda bu gün zəlzələ olub. Marmara bölgəsinin tamamında hiss olunub. 4,4, 4,9 və 6,2. İlk zəlzələ 6,2. Bəli, 6,2 gücündə hiss edilib və hal-hazırda Türkiyədə 2 günlük tətil elan edilib məktəblərdə. Zəlzələ hər an ola bilər. İnsanlar küçələrdədir və biz əlbəttə ki, İstanbulda gözlənilirdi bu zəlzələ Cahandar bəy və istəyərdim bu haqda da fikirlərinizi alaq. Hal-hazırda türk qardaşlarımız, o Türkiyədəki qardaşlarımız çox böyük həyəcanla küçələrdədirlər, parklardadılar və yəni çətin vəziyyətlərində əlbəttə biz də özümüzü narahat hiss edirik. Təbii ki, zəlzələ təbii bir fəlakətdir, dağıdıcı gücü var, qarşısı alınmazdır. Və bunun zəlzələ ilə mücadilə aparılmır. Zəlzələyə qarşı tədbirlər görülür. Zəlzələ olacaq, qəbul eləməliyik. Amma zəlzələnin yaratdığı böyük fəlakətlərin qarşısında necə daha az itki ilə çıxma dövlətlərin üzərinə düşən görəv olur. Bilirsiniz, zaman-zaman İstanbul tikintisində böyük qüsurlar olub. Gecə qondular, bəzi projelər xüsusilə saxtakarlıqla həyata keçirilib. Bir sıra bölgələrin yapılanması İstanbulun zəlzələ şkalasına uyğun olmayaraq tikilib və hər halda 1999-cu il İstanbul zəlzələsi xatırlayırsınız. Nə qədər böyük fəlakətlə üzləşdik. Biləcik demək olar yerinə yeksan olunmuşdu. İstanbul böyük uçurumlara və uçqunlara məruz qalmışdı. Onda zəlzələnin şkala dərəcəsi böyükdür. Bugün 7 balın altında 6,2 bir zəlzələ olub və bu zəlzələdən sonra hər saniyə demək olar ki, orada zəlzələnin əlamətləri, titrəmələr hiss olunur və şükürlər olsun ki, insan kaybımız yoxdur. Haradasa 200-ə yaxın xəstəxanada bugün müalicə alınan, ayrı-ayrı olayda eyvandan atılan ayrı-ayrı şərtlərlə yaralananlarımız var. Biz onların hamısına şəfaət edirik. Və mən hesab edirəm ki, bilirsiniz, zəlzələ bilimcilərini mən zaman-zaman İstanbulla bağlı fikirlərini izləyirdim. Türkiyə bilirsiniz ki, başdan-başa zəlzələ bölgəsidir. Bəli. Türkiyə ilə bir qurulub ki, orada sanki ateş yanır. Hətta Türkiyənin bürcü də bir alovdur da bilirsiniz. Ateşli bir bölgədir. Amma görünür, gerçəkdən dünya üçün qəribədir. Coğrafiyanın yer üstündə olan yaratdığı güc, təsir həm də yerin altında da özünü göstərir. Bugün yerin üstündə olan insanlar dünya siyasəti nə qədər dəyişə bilirsə, tarixdən mən danışıram hələ. Və eyni zamanda bugün yer altında da bu enerji, bu güc qalır. Cahandar bəy, sualım olacaq. Bax, bu zəlzələdən dərhal sonra mən izləyirəm Türkiyə mətbuatında xüsusilə müxalif yönlü mətbuat yazır ki, Əkrəm İmamoğlu'nun bu zəlzələlərlə bağlı proqramları, layihələri, planları var idi. Zəlzələ olanda onu içəri əlini belə yazıydı, zəlzələ dayanacaqdı. Yəni belə deyilir. Zəlzələ təbii fəlakəti baş verir. Bəlkə elə İmamoğlu dışarıda olsaydı, balkondan tullanıb indi Allah bilir başına nə iş gəlmişdi.
elə bəlkə içəridə olmağı daha xeyirli oldu ki, salamat qalıb. Mən hesab edirəm ki, o dışarıda olsaydı, balkondan özünü ata bilərdi. Ona görə belə çox belə ağla sığmayan, elmi əsası olmayan açıqlamalar vermək mən hesab edirəm ki, müxalifət işi deyil. Bu artıq bir insanın dar düşüncəsindən ancaq məhsulu kimi dəyərləndirilə bilər. Bəli. Deməli, əziz dostlar, yayımı bəyənib paylaşın. Bugün BMT sözçüsü Qəzzada artıq yaşayış mümkünsüzləşir ifadəsini işlədib. Mən heç də bunu təsadüfi hesab etmirəm bu ifadələri. Necə düşünürsünüz? Yəni, Qəzza üzərində hansı plan və proqramlar qurulur? Sahir bəy, bilirsiniz ki, dünya dövlətləri Filistində iki dövlətin yaranmasına artıq qərar verib 69-cu ildən bu yana Filistin və İsrail. O gün bugün təbii ki, İsrail bununla razılaşmır. Dünyada olan imkanlarından, İslam dünyasında qurduğu hegemoniya ilə yararlanaraq orada öz sınırlarını böyütməklə məşğul olub. Bu da bir gerçəkdir. Amma artıq dünya həmin dünya deyil. 69-cu ildə olan dünya deyil, 90-cı ildə olan dünya deyil, 2000-ci ildə olan dünya deyil əvvəlində. 2024-cü, 25-ci indiki dövrdə olan dünya tam fərqlidir. Belə bir durumda İsrail Filistinin dövlət olmasını qəbul eləməlidir. Amma bütün bunlara baxmayaraq, hətta məsələn Amerika dövləti bugün Trump liderliyində İsrailin dur deməsinin zamanı olduğunu mesajını versə də, İsrail yönətimi elə bir inersiya qüvvəsindən bugün hərəkətdədir ki, o dayana bilmir. Necə hərəkətə gəlibsə, o enerjilə orada tormuz vurulub, stop vurulub, amma hərəkət davam edir. Bu baxımdan da mən hesab edirəm ki, bu açıqlamaların arxasında həmin güclər durur. Həmin güclər niyyəti odur ki, bugünkü İsrail ərazisində olan bütün Filistin müsəlman özəlliklə xalqını başqa bir bölgəyə köçürsünlər. İsrailin Qəzzada özəlliklə İsrailin sınırlarını genişləndirib, İsrail dövlətinin tərkibinə qatsınlar. Qüdsü tamamilə İsrailin baş kəndinə çevirsinlər. Bu artıq onların niyyətidir. Amma siz də bilirsiniz ki, bugün dünya dövlətləri, böyük dövlətlər özəlliklə bu siyasətin tam qarşısındadır. Özəlliklə ərəb dövlətləri, dünənki ərəb dövlətləri kimi dirəniş göstərə bilmirlər. Yəni, milli və mənəvi dəyərlərinə qarşı. İsrail xeyrinə hansısa açıqlamalar verə bilmirlər. Daha çox çalışırlar xalqlarının yanında olsunlar. Bu da ondan xəbər verir ki, Qəzza bölgəsində olan 2 milyona yaxın insanın köçürülməsi artıq mümkünsüzləşir. O bölgədə yaşamaq təbii ki, mümkün deyil, imkansızdır. Amma o insanlar torpağın altında belə yaşayıb, vətənlərini tərk eləmək niyyətində deyirlər. Ona görə də o bölgədə təbii ki, insan yaşamı üçün humanitar dəhlizlər tamamilə bərpa olunmalıdır. Böyük yatırımlar, yardımlar ora göndərilməlidir. Bununla yanaşı inşaat işlərinə başlanılmalıdır ki, əhali yerləşdirilsin. Amma İsrail tələb edir ki, Amerika gücündən yararlanmaq istəyərək o insanları Misirin Sin adasına köçürmək istəyirlər. Bəli. Ki, Sin adasında onlara bir dənə gözəl həyat qursunlar, onlar o torpaqlardan imtin etsinlər. Siz də bilirsiniz ki, Qəzza bölgəsi tək bir coğrafiya və torpaqdan ibarət deyil. Qəzza bölgəsi strateji əhəmiyyətinə görə elə bir bölgədir ki, o bölgə kimdədirsə, Akdənizdə böyük bir imkanlar əldə eləyir. O, Qəzza bölgəsində Akdənizin içərisində, sahildə, dənizdə, dəniz tərəfdə böyük neft və qaz yataqları var. Bəlkə də deyərdim ki, Səudiyyə Ərəbistanın imkanlarından çox imkanlar orada var. Onda elə dava olmuşsundur. Əlbət ki. Onu ələ keçirmək istəyirlər. Bunu da artıq fərqli bir İslam dünyası bunu qəbul edə bilməyəcək. Qəbul etsə bu İslam dünyası məhv olar. O da artıq gecdir. Çünki
Qarşılarında böyük bir Türkiyə dövləti var ki, Türkiyə dövləti bu siyasətin öncülüyünü təşkil edir və geri çəkilmək niyyəti də yoxdur. Türkiyənin apardığı bu lider siyasət təbii ki, bütün İslam dünyasında məcburi ona yaxınlaşmağa vadar edir. Deməli, əziz dostlar, dəyərli izləyicilər, yayını bəyənib paylaşaq. Candır bəy, davam edək. Türk Dövlətlər Təşkilatı ilə bugün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin, yəni Azərkosmosun ev sahibliyi ilə Türk Dövlətlər Təşkilatına üzv ölkələrin kosmik agentliklərinin və aidiyyatı qurumlarının rəhbərlərinin 4-cü illik görüşü keçirilib və Bakının TDT ilə kosmik əməkdaşlıqla bağlı bir razılıq əldə olunub. Burada müəyyən bəndlər qeyd olunub ki, kosmos sahəsində hüquqi çərçivələrin standartlaşdırılması Azərbaycan tərəfindən təklif edilən bu təşəbbüs ortaq hüquqi baza yaratmaqla gələcək birgə layihələrin reallaşmasında asanlaşdıracaq, tətbiq olunacaq model BMT-nin kosmosla bağlı beynəlxalq müqavilələrinə uyğun şəkildə hazırlanacaq. Buradan davam edək və eyni zamanda Türk Dövlətlər Təşkilatındakı son durumun da güncəl şərhini sizdən alaq. Sahib bəy, biz əvvəldə demişdik ki, hər güc özünün bir Türk Dövlətlər Birliyinin yaranmasını istəyir. Rusiyanın da bir modeli var. Türk Dövlətləri Birliyi qurulsun, Rusiyanın kuklası olsun. İsrail istəyir ki, elə bir Türk Dövlətlər Birliyi qurulsun, o İsrailin kuklası olsun. Eyni zamanda Avropa dövlətləri ilə bir Türk Birliyi istəyir ki, onların kuklası olsun. Bunun kimi də deyək ki, Amerikanın özünün planları var ki, elə bir burada Türk Birliyi qurulsun ki, onun kuklası olsun. Bu baxımdan da Türk dövlətlərinin birliyinin darmadağın olmasını heç kim istəmir. Hər kəs istəyir bir yerdə olsun, amma ona bağlı olsun. Amma indi Türkiyənin liderliyində və azda Türkiyə ilə Azərbaycanın birgə ortaq siyasətin nəticəsində bu güclərə fərqli bir mesaj verilib. Bunlara mesaj verilir ki, bəli, Türk Birliyi olacaq, sizin iradənizin yanında yox, sizin kuklanız olan Türk Birliyi yox, Türk millətinin kuklası olan bir Türk Birliyi. Böyük Türk millətinin kuklası deyəndə indi yəni özünün anlamında olan bir Türk Birliyindən danışırıq. Böyük Türk millətinin özünün bağrından qopan, ona tabi olan, onun əmrində olan bir Türk Birliyinin yaranması məsələsi gündəmdədir və bugünkü çatışmalar da onun üzərində gerçəkləşir. Hələ də zəif yerlərimizdən bizi vururlar. Məsələn üçün, dünənə qədər çalışırdılar ki, Türkiyə üzərindən Türk dünyasını idarə etsinlər, ram etsinlər, dizayn etsinlər. Bugün Türkiyə üzərindən Türk dünyasını idarə etmək mümkünsüzlüyünü görüb, Türkistan coğrafiyasından ram atdılar ki, Türk dünyasını oradan idarə etsinlər və Türkiyəni o siyasətin içərisində özlərinin ağuşunu alsınlar, əksinə Türkiyəni oradan idarə etsinlər. Biz məsələ bu cürə yanaşmalıyıq, Zahir bəy. Niyə Türkistan, Türk Cumhuriyyətləri fərqli bir siyasətin içərisinə girdi? Birdən-birə Avropa Birliyi üçün niyə cazib oldu bunlar? Ki, Mongolistan da var da qonşuluqda, niyə onlar cazib deyil? Digər dövlətlər də var da, Pakistan var, Güneydə Əfqanistan var. Niyə onlar cazib deyil? Türkistan, Türk Cumhuriyyətləri Avropa Birliyi üçün cazib oldu. Və eyni zamanda Avropa dəyərləri deyilən dəyərlər var ki, LGPD dəyərlərinə mən danışıram ha. Ona Türkistan, Türk Cumhuriyyətləri belə yanına gələsi deyil onun. Belə bir durumda onlar Türk Cumhuriyyətlərinə nə istəyirlər? Nə əxlaq dəyərləri uyğun gəlir? Nə həyat fəlsəfələri uyğun gəlir, nə iqtisadi baxışları uyğun gəlir. Birdən-birə onların çox belə aşiqcəsin onlara cazib görünən bir Türk Cumhuriyyətlərini biz gördük. Buradan yanaşırıq ki, bunların maraqları nədir? Maraqları odur ki, Türk Cumhuriyyətlərini müəyyən mənada Türk birliyinə qarşı qoymadan, Türkiyə və Azərbaycana mesaj verirsinlər ki, siz də bizim yanımızda olun, yəni eyni ağılda olaq, bir yerdə olaq, Avropa Birliyində güclənək, yəni belə deyək. Bugün Azərbaycanın da xalqın içərisində danışıq aparsa, desək ki, Avropa Birliyinə bir yerdə olmağa, o Avropa sayağı bir modeldə yaşamağı istəyərsinizmi? İnsanlar deyəcək, əlbət ki, doğru mu? Eyni zamanda Türkiyədə belə bir rəy keçirsək,
Deyəcəklər ki, əlbəttə Avropa Birliyi bizim ideolumuzdur. Hər zaman bu ideya uğrunda mübarizə aparmışıq, doğrudurmu? Hətta bu gün türk dövləti olan Türkiyənin liderləri səviyyəsində Sayın Erdoğanın açıqlamalarında Türk Birliyindən Avropa Birliyindən hələ vaz keçmədikləri ifadələri səslənir. Belə bir durumda onlar da mesaj verirlər ki, biz Türkistan coğrafiyasında Türk Birliyi ilə bir yerdə görmək istəyirik. Elə siz də onlarla bir yerdə gələn Avropa Birliyinin yanında olun. Yəni Avropa Birliyinin kuklası olan Turanla danışırlar bu modeldə. Bu modeldə də təbii ki böyük güclər iştirak eləyir. Hansılar? Bu Avropa Birliyi bilirsiniz Amerikanın mən ona Biden Amerikası deyirəm, həm də küresel Amerikadan söhbət gedir. Bir də LGBT Amerikası deyirəm ki, o Amerika, LGBT Amerikası küresel mafya, Amerikanı bugünə kimi idarə edən söz sahibi olan mafya, dünyanın görün hansı ölkələrində güclüdür, birbaşa təsir imkanları var. Avropa Birliyi onun klubudur, doğrudurmu? LGBT Amerikasının klubudur, onlar qurub bu Avropa Birliyini. İsrail onların tam mənada, Netanyahu İsrail onların kontrolundadır. Çin, müasir indiki Çin yoxdurmu? O onlarla %100 olmasa da %70 işbirliyindədir. Çinlə belə bir ağırlıqlı əlaqələri var. Onlar bu gücləri birləşdirib Türk dünyasını bağımsız, müstəqil bir güc kimi ortaya çıxmasının qarşısını alıb özlərinə bağlamaq istəyirlər. Ki, bağımsız bir Türk Birliyi olmasın. Onların yanında olan bir Türk Birliyi olsun. Onların sataliti olan bir Türk Birliyi olsun. Onların oxunda fırlanan bir Türk Birliyi olsun. Hətta bunu belə də deyə bilərik ki, burada İngiltərənin də barmağı var. Nədə? Siz bilirsiniz ki, İpək yolu London-Pekin yoludur. Və hətta bu yola London-Pekin oxu da deyə bilərik. Bizi oxun ətrafında fırlatmaq istəyirlər Zahir bəy. Çünki o yol bizdən keçir axı. Türkistan Cumhuriyyətləri, Azərbaycan, Türkiyə və Avropa, doğrudurmu? Bəli. İstəyirlər bizi orada oxa bağlasınlar, oxda bizi fırlatsınlar. Biz müstəqil təsir imkanlarımızı itirək. O baxımla da Zəngəzur dəhlizinin açılmasına bu günə kimi mane olub həmin güclər. Zəngəzur dəhlizinin açılmasında dost dediyimiz, hətta İsrailin hansısa bir fəaliyyətini görmüsünüzmü? Qarabağın azadlığı ilə bağlı bir çox açıqlamaları var idi. Doğrudurmu? Bəli. Zəngəzur ilə bağlı hansısa fəaliyyət görmüsünüzmü? Zəngəzur dəhlizini əllərində saxlayıb bizi öz oxlarına bağlamaq üçün bir mübarizənin içərisindədirlər. Bunun davası gedir. Bu baxımdan da bugün təbii ki biz Türk dövlətləri üzərində qurulmuş bu oyunda çox akılcı bir davranmalıyıq. Özəlliklə Türkiyə və Azərbaycanın ortaq iradəsi həlledici iradə olacaq. Bəli. Mən hesab edirəm ki biz Türkistan Türk Cumhuriyyətlərində Türk birliyinə qarşı qurulmuş tuzağın fərqindəyik. Millətimizin bütünlüyünə qarşı çıxmadan bu fitnələri pozmağı bacarmalıyıq. Bu baxımla mən hesab edirəm ki, bu Kipr, Yunanı bir dövlət kimi bütün bir xəritədə Kıbrıs Türk Cumhuriyyətini inkar edən bir xəritə ilə Yunan Kiprini tanıma siyasətinin içərisində biz fərqli bir siyasətin içərisində yer almalıyıq. O da nədir? Deyək ki, mən Avropa Birliyi ilə imzalanan sazişə o qədər ciddi yanaşmıram, o heç nəyə dəyişmir. Amma Qazaxıstanın Kiprdə səfir ataması, böyük elçiliyi orada açması və səfirin də açıqlaması verməsi ki, biz Kipri bütöv tanıyırıq, yəni Türk varlığını inkar edən bir açıqlama verməsi, siyasəti olduqca təhlükəli olduğunu görə, təbii ki, bilirsiniz, daha iki Türk Cumhuriyyəti yanlışlığa yol verib. Biri Türkmenistan'dır, biri Özbekistan'dır. Onlar da orada böyük elçiliyi açmayıblar. Amma İtaliyada olan böyük elçilərinə həm də Kipr, Yunanın böyük elçisi statusu veriblər. Bu baxımdan mən hesab edirəm ki,
bu dünya siyasətində, özəlliklə ikili münasibətlərdə qərarların redakt edib dəyişmək imkanları bizim əlimizdədir. Bəli. Bu baxımdan da mən hesab edirəm Türk birliyini qorumaq, yəni Türk Dövlətlər Təşkilatı adı altında bu birliyin güclənməsini həyata keçirməklə yanaşı, artıq Türk Dövlətlər Birliyinin qarşısına belə bir məsələ gündəmə gəlməlidir ki, Kipr Yunanını tanıyırsınız, çox gözəl, tanıdınız, tanıyın. Eyni zamanda Kıbrıs Türk Cumhuriyyətində tanımaq şərtdir. Bəli. Biz bugün artıq bu çatışan güclərin barışan yeri, anlaşan yeri, uzlaşan yeri olaraq bunu belə görürük. Bu baxımdan da artıq Türk, özəlliklə 1-ci Qazaxıstanla tələbimiz odur ki, Kipri tanıdın, çox gözəl. İndi də Kıbrıs Türk Cumhuriyyətini tanı. Türk Dövlətləri Təşkilatının qarşısında bu məsələ artıq gündəmdə olmalıdır. Türk dövlətlərinin hamısı Kıbrıs Türk Cumhuriyyətini müstəqil dövlət kimi tanımalıdırlar. Bu artıq bizim dünya siyasətində bağımsız iradə nümayiş elətdirməyimizin əsas göstəricisinə çevriləcək. Belə bir addım atacaqsa, artıq bağımsız bir Türk birliyi, onun bunun sataliti olmayan bir Türk birliyinin biz əsasını tam mənada qoymuş olacaq. Yayımı bəyənib paylaşaq əziz dostlar, dəyərli izləyicilər. Deməli, Cahangir bəy, dünən Milli Məclisin plenar iclasında deputat Səyyad Aran tarixi abidələri biznesmenlərə verək kimi belə bir təkliflə çıxış edib. Əlbəttə ki, parlamentin spikeri Sahibə xanım Qafarova da buna sərt bir cavab verib ki, nə demək yəni tarixi abidələr? Deyir ki, tarixi abidələr əldən gedir, onları verək biznesmenlərə, qoyular oranı təmir eləsinlər. O birinci dövlətin varlığını şübhə altına alıb, o anlayışla. Dövlətin görevlərindən biri tarixi abidələrimizin qorunmasıdır, eləmi? Bəli. Eyni zamanda beynəlxalq təşkilatlar belə tarixi abidələrin qorunmasına cavab deyildi. BMT-nin UNESCO-da və ayrı-ayrı uluslararası örgütlərdə tarixi abidələrin qorunmasına bağlı qərarlar var. Bugün bu qərarlar icra olunmursa, bu demək ki, həmin dövlət özü zəifdir. Elə xanım sədr də elə bu cürə etiraz edib ki, yəni dövlətdə nə olub ki, bəyəm? Bu çox xatalı bir ifadədir. Mən hesab edirəm ki, bu Səyyad Aran siyasətçidən çox elə şair kimi danışıb, heç bilməyib nə deyir. Görünür, gecə yuxuda nəsə görüb, onu dilə gətirib və ilk növbədə mən həm də bu Səyyad Aranın bu açıqlamasından sonra Azərbaycan dövlət qurumlarının tarixi abidələrimizlə bağlı daha ciddi addımlar atacağını gözləyirəm və hətta buna bağlı olan bir sıra nazirliklərimiz var. O nazirliklərdə də bu ciddi işlər görünüb, xalqa hesabat verilməlidir ki, belə fikirlər Azərbaycan dövlət imicinə zərbə vurmasın və onun qarşısı alınsın. Səyyad Aran da anlamıram bir insanları. Düzdür, bəzən çalışıram sərt ifadələrdən çəkinim. Amma Səyyad Arana demək istəyərdim ki, mövqeyinizdən suyu istifadə etməyin və eyni zamanda vadar etməyin ki, biz də sizi kiməsə tapşıraq. Cahangir bəy, eyni zamanda bugün ən vacib gündəmlərdən, gündəmin əsas mövzularından biri Cənab Prezident İlham Əliyevin Çinə səfəridir, rəsmi səfəri və gerçəkdən də biz Cənab Prezidentin orada qarşılanma mərasiminə də baxdıq ki, ən yüksək səviyyədə Azərbaycanın dövlət başçısı Pekində qonaqlandı, qarşılandı. Bu səfər haqqında fikirlərinizi alaq. Sağ bəy, bu gün dünya siyasətini daha çox dünyanın gözündən baxmalıyıq. Siz fikir verirsiniz ki, Trump daha çox savaşı Çinə qarşı açır, özəlliklə iqtisadi savaşı. Və eyni zamanda bu savaşın arxasında həm də Amerikada Trumpa qarşı olan güclərin varlığına qarşı bir güc nümayişi olduğunu biz görürük. Trump həm də bilir ki, onlar Çində çox güclüdürlər. Bugün Çin bir milli dövlət deyil, şirkətlər dövləti kimi təsəvvür eləsək, o dövlətdə Amerika küresel mafiyasının sərmayəsi Çin dövlətinin sərmayəsindən çoxdur bəlkə də. Bəli. Və onlar Amerikadan çox bugün Çində məskunlaşıblar və onların qafasında belə bir hesab var ki,
dünya iki qütblü olmalıdır. Çin və Amerika tərəfindən yönəldilməlidir və hər iki dövləti də biz yönəltməliyik. Yəni dünyanı biz idarə etməliyik yenə. Həm Çin və Amerika üzərindən iki qütblü bir idarə etməyə yaradırlar və eyni zamanda onun da mesajını verirlər ki, bu iki güc də bizim əlimizdədir, deməli dünyanı biz yönəldirik. Bu fəlsəfə işləyir bugün. Hətta siz diqqət etdiniz, bu günlərdə Trump'ın özü bir açıqlama verdi ki, ya dünya dövlətləri ya bizim yanımızda olmalı, ya da Çinin. Bu nə deməkdir? Yəni üçüncü bir güc mərkəzinin yaranmasını qəbul eləmirlər. Ya Çin yanında olmalısan, ya da Amerikanın. Bu çox təhlükəli tendensiyadır. Mən hesab edirəm ki, dünya dövlətlərini də buna doğru meyilləndirirlər. Və eyni zamanda Türk dövlətlərinin birliyi içərisində Türkistandan açılan ateşin də arxasında bu niyyətlər durur. Onlar iştirak edir burada. Mən belə düşünürəm ki, belə bir durum təbii ki, gerçəkləşməsi artıq mümkünsüzdür. Özəlliklə Türk-İslam dünyasında Türkiyənin bugünkü dik duruşu və Avropa dövlətlərinin özündə də baş verəcək dəyişkənliklərin özü ondan xəbər verir ki, dünyada yeni güc mərkəzləri yaranacaq. İki qütblü güc mərkəzi olmayacaq. Və belə bir durum içərisində biz İran adlanan Azərbaycandan doğan böyük Türk iradəsinin, fırtınasının, fışqırtısının burada nə qədər böyük təsir imkanına malik olduğunu da onda görəcək. Biz ona doğru gedirik. Təbii ki, bugün Çinin Türkistandan sonra İpək yolunu keçdiyi ölkələrdə maraqları var. Burada küresel mafiya iştirak edir. İsrail iştirak edir. Çin'in bu proyektlərinin yanında və eyni zamanda Avropa Birliği də burada iştirak edir. Çin üzərindən, Çin'i önə verib oradan necə deyil, şumluya gəlmək istəyirlər. Biz də bu siyasətdə onlara qarşı dirənişlə deyil və səbəblə anlaşmanın Azərbaycan və böyük mənada türk maraqlarını qorumaq şərtinlə əməkdaşlıqlara da üstünlük veririk və hesab edirik ki, o dövlətlərlə olan anlaşmalar bərabər hüquqlu bir anlaşmalar olmaq şərtinlə Azərbaycan və türk dövlətlərinin milli və dövlət maraqlarına qarşı olmayacaq. Mən hesab edirəm ki, Azərbaycan dövlət başçısı İlham Əliyev bunun fərqindədir. Çünki bugün siyasət hansı yönə getdiyini uzun sürəli bir mücadilə içərisində çox doğru və düzgün dəyərləndirməyə bacarır. Biz bunu ADA toplantısında, son açıqlamasında konturlarını gördük. Mən orada artıq Azərbaycanın hansısa gücün təsiri altında deyil, amma bütün güclərlə əməkdaşlıq etməyə hazır olan bir Azərbaycanın mesajını gördüm və hesab edirəm ki, Azərbaycan belə qorxulu tendensiyalara hazırdır və eyni zamanda Türkiyə ilə Azərbaycanın iradəsi ortadadır. Biz Çinə də mesaj veririk ki, istəyir Amerika olsun, istəyir Avropa dövlətləri olsun, biz sizinlə əməkdaşlıq eləyəcəyik. Siz bizə daha çox yaxınlaşmağa çalışacaqsınız, biz də sizə yaxınlaşmağa çalışacağıq. Amma bu çalışmalar bizim milli maraqlarımızın dışında olmayacaq. Bugün Çin Azərbaycana yaxınlaşırsa, biz bunu müsbət dəyərləndirik. Eyni zamanda hesab edirik ki, Çin orada yaşayan 50 milyonun üstündə olan Uyğur türklərinin də milli maraqlarını artıq tanımağa məcburdur. Biz Uyğur türklərinin milli maraqlarına tapdalandığı bir Çinlə hansısa əməkdaşlıq edə bilmərik. Çin bizlə əməkdaşlıq etmək istəyirsə və buna hazırdırsa, İlk növbədə Uyğur türklərinin haqq və hüquqlarını tanımağa məcburdur. Bu kontekstdən hesab edirəm ki, Azərbaycan dövlət ağlı hərəkətə gəlib. Yaxın gələcəkdə mən çox düşünürəm ki, Azərbaycan Urumçi arasında ciddi kültürel ilişkilər olacaq və Azərbaycan bu konuda öncüllük üzərinə götürəcək və Uyğur türklərinin də Çin dövləti içərisində haqq və hüquqlarının tanınması uğrunda mübarizə aparar. Necə ki, Kıbrısın
bağımsız bir dövlət olması uğrunda Azərbaycan dünya mesaj verir ki, mübarizə aparır və eyni zamanda türk ailəsini hədəfləyən bir Azərbaycan Uyğur türklərinin də haqq və hüquqlarını qorumağa məhkumdur və bu yoldan çəkinməyəcək. Çox sağ olun Candaş bəy. Mənim suallarım bitdi. Minnətdaram. Mənə elə gəlir ki, biz gündəmi dəyərli izləyicilər ciddi dəyərləndirə bildik. Bütün suallara Candaş bəydən cavab ala bildik. Minnətdaram. Sağ olun Candaş bəy. Əziz dostlar, dəyərli izləyicilər, daha bir canlı yayın buraxılışımızın sonuna gəldik. Sonda diqqətinizə görə hər birinizə təşəkkür edirəm və yeni qatılanlardan xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız. Eyni zamanda səslənən fikirlər haqqında canlı chat bölümü veriliş bitəndə bağlanacaq, amma aşağıda videonun rəy bölümündə mütləq şəkildə öz fikirlərinizi yazmağınızı xahiş edirəm. Gəlin nə olur olsun, hər şey Azərbaycan üçün, hər şey vətən üçün deyək, sağlıqla qalın.